dostlar, bugün sizlerle birlikte Doors oynayırıq. Mən Doors'u biraz əvvəldən oynadım, gördüklərindən görərsiniz. Abunə olub, like atmağı əksik eləməzsiniz, çox sevinərəm. Bir də ki, sizlərlə oynamağımı istəyirsinizsə yorumlara öz adınızı yazın. Mən də sizlərlə oynayayım. Mən ən çox 50-ci qapıdayım. Heç uzatmadan oyunumuza keçək. Və hotel. Oyunu bilirəm, siz də məndən izləyin, bəzi taktiklər öyrənə bilərsiniz məsələn. Mən qızılları açacaq gedirik. Mən qızılları yığmağa çox şey eləyəcəm, çünki onlar bizə çox lazım olurlar. Qızıllar önemlidir yəni bu oyunda. Almağa diqqət edin. Buralar birazcık asaddır. Size bir tane taktik olsun. O şeydi, ışıklar yanılsa rush var ya. O rush. Ancaq şey 14-cü ya da 13-cü ya da ki 12-ci qapıda gəlir. Başqa heç vaxt gələ bilməz. Bu da sizə taktik olsun. Məsələn görürsünüz mən 7-yə qədər gəldim. Hələ də şey yoxdur. Bu bir də bu qapıları açıb baxın, onların arxasından sandıqlar çıxa bilər. Onun içindən çox dəyərli əşyalar da çıxa bilər. İndi mən 8-ci qapıya gedim. Görürsünüz hələ də o şey yoxdur. O vitamin desəm alınır. 9. Hələ ki gələnməz. 10. Bundan sonrakında ya da ki ondan sonrakında 11 12 bundan sonra Allah bundan sonrakında gəlir. Görürsünüz səs. Gəlmir. Hələ ki ortalıqda yoxdur. Onda o birisində gələcək. Barda qaldı. Aha, bax burada gəlir. Səs gəlir. Səs gəlmədən qabaqlayırsınız. Siz burada çox qalırsınız. Çox qalanda da şeydir, sizi atır, siz də ölürsünüz. Biz neçəndə idik? 16. Burada 17-yə girməli. Fərqli qapıları girmirəm. Girəndə başarma alırlar. Mən başarma almışam deyə girməyəcəm. Əgər başarma eləmək istəyirsinizsə, yanlış bir daha qapıya girə bilərsiniz. Sıfırdan hesabda. 18. Bir də şey, əgər otaqların doğrucu olub olmaması haqqında şeydir, şübhələnirsinizsə, telefon kodunu maksimum eləyin. Sonra da dinin qapıya çox yaxınlaşmayın. Uzaqdan dinin qır səs gəlir. Əgər o səs gəlirsə, o demək ki, qapı səhv qapıdır. Əgər gəlmirsə, o demək ki, qapı düzgün qapıdır. Mən danışa qaçışdırma yerinə gələcəyəm. Bundan sonra işıqlar yanlışlanacaq. Mən oradakı əşya almadım. Bir yax girdiyim yer var idi. Orada 100% bir dənə əşya tapılır. Olur. Mən lampalar yanıb söndü deyə tez qaçdım. Yoxdur. Qorxuram mən. Məsələn, buradan lockpick çıxdı. Lockpickdən başqa mənə heç nə lazım deyil, tez qaç. Biz açar axtardıq ən son. Atır, qardaşım, taxtışım,
öyrəndikcə şeyləri çox öyrənir. Əgər bir otaqda 5 dəqiqə ya da çox zaman qalsınız, bir dənə şey gəlir, yaratıq. O yaratıq, siz yerinizdə dayananda, yəni otağa keçməyənə qədər sizin arxanızdan gəlir. Əgər yerinizdə dayanırsınız, Allah rəhmət eləsin. Ölürsünüz. Bu arada, əgər bir şey çox tapa bilmirsinizsə, oradan mən açarı tapanmırdım, o ışıq yandı. 50-ci otaqda da elə olacaq. O, səhv qapı. 25. Son anda girdim. Səsi gəldi. Oha, gördünüz? Əgər sizlərlə oynamamızı istəyirsə, bildiniz də, yorumlara adınızı yazırsınız. Mən də sizin artıq dostluq artıq söyləyirəm. Məsələn, 50-ci qapıda da elədir. 50-ci qapıda məsələn, o fiqur olur. Mən ən çox fiqurda ölürəm, o başlanğıcda da demişdim. Fiqurda çox dayananda kitablar maviləşir, yəni ışıq gəlir. Normalda yaxınlaşanda səs gəlir kitablara. O səs gəldiyini tapa bilirsiniz, amma əgər çox gözlərsiniz, oyun özü birbaşa şey edir. Hani yerini göstərir, mavi ışıq çıxır. Mən bu arada planşetdən oynayıram. Allah! Burada gələnmir deyirsən. Amma məndə bəzən gəlir. Ona görə gözləyəcəm. Ne gəlir? Demişdim axı. Normalda buralarda gəlməməlidir, amma gəlir. Ona görə mən hər ihtimala qarşı güvəndə qalıram. Bence burada gələnməz. Gəlir. O qatışdırmazda gəlmədi. Amma məsələn, belə açarın üstündə rəqəm yazdı. Gəlmir deyirsən. Məsələn, mən indi bura gələcəm, danışmayacağım, səsə baxın. Burada məsələn var, qurqur edir. Gəldə səs çıxardır. Burada məsələn yoxdur, bunu bırak. Gəlir qatışdırmacaya. Bura qaçdığınız tez-tezli canavardan qaçıyor. Gəlir. Mən bu mahnısını çox sevirəm. Bunu danışamayacağım, çünki çox odaqlanmalıyım. Dostlar neyini? Bu arada bu aralar videolar çok kısa olur. Bu videonu da kısa eləyək. Siz yorumlara yazın, videolar kısa olsun, uzun olsun. Bir de ki bu video
altından da yazın ki adlarınızı yazın, ben de sizi arkadaş ekleyeyim. Bu dili çok az oldu elədir. Ya ne dostlar, sabahlar görüşərik. Sabah olan hər şey daha tam dəqiqləşdi. Hələlik bu qədər, sağ olun.